Hər birinizi salamlayıram, əziz izləyicilərim. Bugün daha bir Suraxanı vlogu ilə qarşınızdayım. Bilirəm, son günlər çox Suraxanı vloqları gəlir, hətta gəlməyə də davam edəcək. Çünki orada dediyim kimi qohumlarımızın əksəriyyəti orada qalır və bu səbəbdən ora tez-tez ziyarətə gedirik. Osmandan təzəlikcə belə bir termos almışam. Bugün istifadə etdim və çox bəyəndim. Doğrudan da uzun müddət isti saxlayır suyu. Və stolun üstündə gördüyünüz bütün məhsullar İncinin kosmetik məhsullarıdır, belə deyək. Yemək, içmək, soska, bundan başqa önlük, yəni bir çox şey yığılıb bura. Və biz ora getməmişdən qabaq anam bizə pizza hazırladı. Və bu Kinder şokoladını da bacım bizə hədiyyə alıb gətirib çayla içək. Bugün imtahanlarından ən çətin imtahan olar deyərdim ki, praktika imtahanını verdi və çox gözəl bir bal topladı, maşallah olsun. Onu buradan yenidən təbrik edirəm. Qarşıdakı bütün semestr imtahanları boyunca ona uğurlar arzu edirik, İnci və mən. Burada da yolda artıq gedirik. Əslində yatmaq istəyəndə biraz huysuzlanır və mən də tez qucağıma alıram. Çox keçmir ki, yatır. Və artıq çatdıq Suraxanıya. Burada da oynayır nənəsi ilə, atası ilə, əmiləri ilə. Pultdan da əl çəkmir. Pultun üzərindəki o rəngli nöqtələrə basır hər dəfə. Bu da qaynanama aldığımız kiçik bir hədiyyə. Əslində görəndə özü də biraz şok oldu. Ona telefon hədiyyə eləməyi düşündük ən yaxşısı. Çünki uzun müddət eyni telefonu işlədirdi və müəyyən nasazlıqlar yaranmışdı. Düşündük ki, elə ən yaxşısı telefon hədiyyə edək. Yanında da şampun və saç üçün balzamdır, həmişə istifadə etdiyim məhsullar. Və burada da xalamgilə gəldik, onlarla salamlaşmağa və bir də gördük ki, Fatihə belə bir at alıblar, eynisindən qızıma da alıblar. Buradan onlara bir daha minnətdarlığımı bildirirəm. Biraz qorxsa da mindirdik ata. Yavaş-yavaş öyrənəcək inşallah. Burada da Fatih gəldi, bizi sevindirdi. İnciyə öz oyuncağını uzadı. İndi də yığışdıq xalamgillə çay süfrəsinə. Biz həmişə gələndə ya çay, ya yemək mütləq şəkildə bizim qarşımıza qoyur. Elə oldu ki, İnci də yatdı. Biz də qayıtdıq yenidən qaynanamgilə və burada qaynanam hazırladığı yeməklərdən yedik. İndi isə sizə qazmalı aşın necə çəkilmə prosesini göstərəcəm. Yəni daha doğrusu süfrəyə qoyulma prosesini. Burada gördüyünüz kimi ilk öncə qazandakı aşı aşırırıq böyük bir padnusa, daha sonra bir bulud formalı bu boşqabları yarırıq və ən üst sarı zəfəranlı hissəndə üstə bəzək kimi səpirik və keçid alırıq qazmağı da hissələrə ayırıb ən üst hissəyə bəzək kimi düzməyə. Bu da mal ətindən və müxtəlif cür şabalıd, turşudan hazırlanmış aşqaramız idi. İnci qonaqlıqda özünü çox yaxşı apardı. Düzdür, həmin gün gecə çox gec saatlarda yatdı. Deyəsən saat 1-də güclə yatsızdırdıq. Bunun da səbəbi elə xalamgildə uzun müddət artıq 2 saat boyunca dayanmadan yatması idi məncə. İnci böyük kız olsun, İnci böyük kız olsun, İnci büyük kız olsun. Ay sen Miraç da büyük oğlan olsun. Tebrikler, tebrikler. Burada da İnci bir yandan karalyokun qurusunu yeyir, bir yandan da əmisi ilə söhbət eləyir. Artıq alt düşünün birini çıxardıb, biri də qalıb.
Demək olar elə onu da çıxarmağa çalışır. Buna görə də tez-tez dişi qaşınır, damağı qaşınır və belə bərk meyvə quruları veririk ki, dişləsin, biraz əsəblərini sakitləşdirsin. Və qaynanam çoxdandır belə qızılı rəngdə bir çaynik axtarırdı və indi bundan özümüzə çay süzdük, daha doğrusu dəm süzdük. İndi biz İnci ilə oynayırıq. Bir də gördüm ki, Eltim və onun bacısı birlikdə mənə yaxınlaşdılar və hərəsi öz hədiyyəsini təqdim etdilər. Buna səbəb Eltim ad günümə gəlib çatdıra bilməmişdi işindən dolayı və Eltimin bacısı isə Türkiyədə yaşayır. İndi bura gəlibdi, hardasa bir neçə aylıq gəlib və Türkiyədə boş vaxtı olduqca belə əşyalar hörür. Əsas da bu qızımın başına taxdığım abadoku çox bəyəndim. Sonra balıq qulağı formasında belə bir əşya hazırlanmışdı. Məncə bundan qəşəng çanta olar və üstünə örtmək üçün belə qəşəng adyal hazırlayıb, üstündə İnci yazılıb. Daha sonra İnci və atası gəmiçi olduğu üçün belə gəmi detalları da var. Prenses detalı, ürək detalı və ən çətin detal burada. Bəlkə də siz fikir verdiniz. Orada balıq qulağı detalıdır. Onu bir-bir özü hazırlayıb. Eskizini daha sonra üzərinə toxunmağa başlayıb. Mənə görə toxunma ən ağır işlərdən biridir. Oradan da halal olsun. Tək bizə yox, qohum əqrabada, yəni əksər ailələrə, yeni uşağı olmuş ailələrə belə deyim, gətirib və bu donu da o alıbdı. İnşallah ki 1 yaşında tam müəyyənə olacaq. Və mənim ən sevdiyim məhsullardan biri bədən baxım məhsullarıdır və Eltim də mənə belə qəşəng bir set alıb, içində kremli losiyonu və bədən geli var. Əgər mənim bu səmimi və gözəl videolarımdan daha tez xəbərdar olmaq istəyirsinizsə və tez-tez bu tip videoların gəlməyini istəyirsinizsə, səhifəni izləyib və videomuzu like etməyi unutmayın. Hər birinizə bir daha xoş izləmələr.